Ay qardaş, üçü birində jackpot. Nə az, nə çox. 300 dənə mandarin ağacı, 250 dənə fexo ağacı. Həyətdəki dəhşət bir dənə həyətdir. 3 pillədən ibarət olan həyətdir. Bir aşağı mərhələ bax görürsünüz, hamı ağaclardır. Bura ikinci mərhələ, bir dənə də orada hündür təpə var, üçüncü mərhələ. Hamısı da ağacdır. Özü də niyə üçü birində əzizlər? Kənd yeri istəyirsiniz, tapmışam. Astaranın Siyəkü ərazisində, Fətəlioba kəndində, Astaranın Fətəlioba kəndində asfalt yola da tam yaxındır. Elə hər yolumuz hamısı asfaltdır. Quruntavı cəmi 100 metrə görə. Super bir dənə həyətdir. Bir dənə bunun mənzərəsinə baxın. Sizə qurban olum. Bir tərəf dağ, bir tərəf çay. Gedək çayı göstərim. Qoy mənim ürəyim rahat olsun. Görün sizə harda yer tapmışam. Bura turizm üçün yanır. Afreym üçün bura yanır. Təpədən başlayırsınız, aşağıya qədər tikirsiniz. Bir dənə də super təzə tikili bir dənə ev. Gedək. Əzizlər, gəldik, çayı göstərək. Bax, bu bizim evimizdir. Bu öz yerində. Təzə tikili evdir. Bax, görürsünüz, təzə evdir. Cəmi 2-3 ildir tikilib. Orta təmirlidir. Bir dənə çölün işləri qalıb. Bax, bu da bizim çayımız. Yəni, çay, belə deyək, çox aşağıdır. Bura çayın gəlməyi mümkün deyil. Çünki həyətimiz çaydan rahat bir 8-10 metrə hündürlüyündədir. Bura baxın, hələ başınıza dönərəm sizin. Hə, bura Astara deyə, bura Dilbər Güşədir. Bu həyətdəki jackpotdur. O, özü üçün o super bağ salmaq istəyən, Afreym salmaq istəyən, onlar üçün super bir dənə yerdir. Afreym indi mod düşüb. Sizə qurban olun. Bura bax hala. Bina-i qədimlər bir tövləni Afreym kimi tikmişik. Həmişə biz tövlələri Afreym kimi tikmişik. İndi Afreym mod düşüb. Gələ evi göstər. Əzizlər, daxil olaq evə. Gəl. Bu bizim evimizin birinci mərtəbəsidir. Geniş bir dənə zalımız buradadır. Gəl bura. Bir dənə, bax, belə bir dənə yataq otağımız aşağı mərtəbədə mövcuddur. Baxın əzizlər, bir dənə də geniş böyük mətbəx aşağıda mövcuddur. Aşağıda sanitar qovşağı da var. Bax, görürsünüz sanitar qovşağı. Tam təmirli, səliqəli, tam qaydasında olan bir dənə sanitar qovşağıdır. Əlavə otağı və hamam otağı. Əzizlər, qalxdıq ikinci mərtəbəmizə. İkinci mərtəbəmiz tam təmirli, super təmirli olan bir evdir. Bax, görürsünüz. Çox belə qəşəng də düzəldiblər, dizayn ediblər. Bir dənə geniş zal. Ondan sonra bizim burada bir otağımız var. Bax, görürsünüz. Belə bir dənə otaqdır. Burada yaşayış yoxdur. Bizdə olur axı xalça. Gedək ikinci otağa. İkinci otağımız da tam təmirli, səliqəli, qəşəng bir dənə otaqdır. Qiymət də çox münasibdir. Hələ mən sizə bir dənə bu evin panoramasını göstərəcəyəm. Əzizlər, bax, bu gözəl evimizin bir dənə panoramasına baxın, sizə qurban olun. Bir dənə bunun gün doğanına, gün batanına, çayına baxın, çox gözəl. Əzizlər, gördüyünüz bu ev, 80 sot həyət, bu qədər ağacları ilə, çayın kənarı, asfalt yolun üstü, gözəl mənzərəli bir ev. Burada nə qədər istəyirsiniz Afreym, nə qədər istəyirsiniz basena və yaxud da bölün, neçə qardaş gəlirsiniz, gəlin, nə qədər istəyirsiniz burada ev tikin, o qədər burada böyük bir dənə ərazidir, şərait var. Yəni, həm də qazanc mənbəyidir. Bu qədər fexo ağacının, mandarin ağacının illik qazancını o işlə məşğul olanlar bilirlər. Bura satılır 140 min manata. Evi ilə birlikdə işığı, qazı, suyu, bu qədər həyət, bu qədər şərait hamısı satılır 140 min manata. İstəyənlər Arifoğlu Əmlak, səxavətli qardaşla əlaqə saxlasınlar. Buranı satım sizə, bu Dilbər Güşəni, bu gözəl yeri satım sizə. Allah satana da alana da xeyir versin. İstəyənlər bizlə əlaqə saxlasın.